Salam hörmətli izləyicilər. Bugünkü mövzu stres və hormonlardır. Bədənimizdə olan bütün vəzlər sinir sistemi vasitəsilə tənzimlənir. Ona görə bura neyrohumoral tənzim deyirlər. Əgər qadında bir stres olarsa, o mütləq gələcəkdə onun hormonal fonuna təsir göstərəcək. Bilirik ki, bütün hormonlar, yəni bütün vəzlər sinir sistemi təsir altında işləyir. Əgər qadın bir stres keçiribsə, o sinir sistemi vasitəsilə vəzlərə təsir göstərir və vəzlərdə hormonal dəyişiklik gedə bilər. Əlbəttə, bu xırda-xırda yığılıb sonra özünü göstərir. Lakin kəskin stres, həm emosional stres, həm fiziki stres birdən-birə hormonların ifrazına təsir göstərə bilər. Beyində hipofiz və hipotalamus vasitəsilə streslər vəzlərə ötürülür. Yumurtalıqların ifraz elədikləri hormonlar, böyrəküstü vəzin ifraz elədiyi hormonlar və tiroid vəzin ifraz elədiyi hormonlar birbaşa streslə tənzimlənə bilər. Hipofiz vəzin özünün hormonu yenə də sinir sistemi vasitəsilə tənzimlənir. Ona görə də əziz qadınlar, əgər siz hamiləsizsə və yaxud əgər siz hamilə qala bilmirsinizsə və yaxud cavan qızlarda əgər menstrual pozğunluq varsa, onlara xüsusi ehtiyatla yanaşmaq lazımdır. Çünki deyilən hər bir acı söz, qıcıq verilən hər bir kəlmə onlara pis təsir göstərə bilər, hormonlarını dəyişə bilər və hormonların dəyişməyi qadınlarda həm menstrual siklə təsir göstərə bilər, həm sonsuzluğa gətirib çıxarda bilər və həm də hamilə qadınlarda düşük əmələ gətirə bilər. Bunların hamısı haqqında mən öz çıxışlarımda məruzə eləmişəm. Əgər maraqlanırsınızsa, mənim videolarıma baxıb hərəsi haqqında ayrıca məlumat ala bilərsiniz. Özünüzü stresdən qoruyun və xoşbəxt həyat yaşayın. Sizə can sağlığı arzulayıram.